Microsoft Word-dən belə bir sual nümunəsinə baxırıq. Məşhur suallardan biridir. Go to dialog pəncərəsinə keçidlə bağlı. Deməli, 13 səhifəlik sənədin cari səhifəsində Go to dialog pəncərəsinə keçid sahəsində 6, üzərinə gəl 6 və çıxılsın 3 əmrləri ardıcıl yerinə yetirildikdə sənədin 5-ci səhifəsinə keçidi təmin edir. Bizə lazımdır cari səhifənin hal-hazırda səhifə hardadır? Baxın, burada 13 səhifə, sənədin 13 səhifəlik olması çaşdırıcıdır. Bizə heç bir köməklik göstərmir, heç bir əhəmiyyəti yoxdur. Bunu buradan çıxaq. İndi gəlin tərs əməl gedək. Sənəd 5-ci səhifəyə düşüb, düzdür? Biz 3 səhifə arxaya getmişik, 3 səhifə arxaya getmişik, 3 səhifə yuxarı çıxmışıq. Çıx 3 olanda 3 səhifə yuxarı gedirik. 3 səhifə yuxarı getmişik, sənəd düşüb 5-ə. Deməli, sənəd 8-ci səhifədəymiş ki, biz 3 səhifə yuxarı getməyini istəmişik, gəlib düşüb 5-ə. Deməli, burada sənəd oldu 8-də. İndi gəlin bu tərəfə baxaq. Biz üzərinə 6 yazmışıq, yəni qabağa getmək istəmişik. Sənəd düşüb 8-ci səhifəyə. Deməli, sənəd 2-ci səhifədə olub ki, üzərinə 6 səhifədə gəlmişik, olub 8-ci səhifədə. Bizim cari səhifəmiz oldu 2. Gəlin də düz şəkildə baxaq. Əgər sənəd 2-ci səhifədə olsa, üzərinə 6 səhifə gəlsə olacaq 8. 8-dən də 3 səhifə çıxsa olacaq 5. Cavabımız olacaq D variantı 2.